Əziz təbiət sevər insanlar, hər birinizi salamlayıram. Bu videoda bağçamızda bir-birinə bənzər bitkilərin tanıtımını etmək istəyirəm. Demək, görüntüdə gördüyünüz bu bitkini yəqin ki, bir çoxlarınız tanıyırsınız. Baxın, bu isə bunun yaxın əqrabası olan bir bitkidir. Elmi latın adı Dioscorania pinnata. Bu isə Dioscorania sophia. Baxın, bu isə xardal bitkisi. Üçü də bir-birlərinə, baxın, çiçək baxımından necə toxumuzluqları, hamısı bir-birinə bənzəyir. Bu bitkilərin hər üçü də turp dadında bitkilərdir, amma herbal tibbi dəyərləri fərqlidir. Baxın, burada da diqqətlə baxın, necə də bir-birlərinə bənzəyirlər. Amma yarpaqlardan sərbəst seçmək olur, bunları ayırt etmək olur. Toxum və çiçək baxımından bir-birlərinə də çox bənzərdirlər. Demək, tibbi dəyərlərinə görə Dioscorania sophia öndə dayanır, Dioscorania pinnata isə bir pillə sophiadan geridə qalır. Çünki klinik araşdırmalarda və herbal müşahidələrdə görülmüşdür ki, Dioscorania sophia bir pillə pinnatadan üstün təsirlər göstərir. Ona görə də tibbi dəyərlərinə görə bu əlimdə gördüyünüz sophia növü daha öndədir. Xardal bitkisinin də dediyim kimi dad olaraq bunlarla eyni daddadır, amma hər üçünün də herbal tibbi dəyərləri fərqlidir.